tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. Sizə Azərbaycanda 27 avqust 2026 tarixində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edirik. Yayın son günlərinə yaxınlaşsaq da Azərbaycanda isti hava şəraiti davam edir. 27 avqust tarixində ölkənin əksər bölgələrində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində temperatur yüksək olacaq və xüsusilə Aran və Düzənlik rayonlarında isti hava daha çox hiss ediləcək. Bakı və Abşeron yarımadasında hava əsasən açıq və yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Gecə saatlarında temperatur nisbətən mülayim, gündüz isə isti olacaq. Paytaxtda gündüz temperaturunun 33-dən 35 dərəcəyədək yüksələcəyi gözlənilir. Abşeron yarımadasının digər ərazilərində isə gündüz temperaturu 32-dən 36 dərəcəyədək ola bilər. Paytaxt sakinlərinə xüsusilə günün ən isti saatlarında diqqətli olmaq tövsiyə olunur. Açıq havada uzun müddət qalmaq, günəş altında işləmək və fiziki aktivlik zamanı kifayət qədər maye qəbul etməyə vacibdir. İndi isə keçək Azərbaycanın regionlarına. Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Gün ərzində isti hava şəraiti üstünlük təşkil edəcək. Gecə temperaturunun təxminən 18-dən 23 dərəcəyədək, gündüz isə 32-dən 37 dərəcəyədək isti olacağı gözlənilir. Mərkəzi Aran və ətraf rayonlarda günün ikinci yarısında isti hava daha qabarıq hiss oluna bilər. Xüsusilə günorta saatlarında temperatur yüksək olacaq. Səhər və axşam saatlarında isə hava nisbətən rahat keçəcək. Gəncə, Goranboy, Tərtər və ətraf ərazilərdə də əsasən yağmursuz hava gözlənilir. Bu bölgələrdə gecə temperaturu təxminən 18-dən 23 dərəcəyədək, gündüz isə 29-dan 34 dərəcəyədək olacaq. Şərq küləyinin əsəcəyi bildirilir. Qazax, Ağstafa və ətraf rayonlarda da hava əsasən açıq və yağmursuz olacaq. Temperatur yüksək olsa da səhər və axşam saatlarında hava daha rahat hiss edilə bilər. Tərtə, Ağdam, Füzuli və Cəbrayıl istiqamətində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Gündüz temperaturu təxminən 29-dan 34 dərəcəyədək yüksələ bilər. Qarabağın dağlıq və yüksək ərazilərində isə vəziyyət bir qədər fərqli olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcə istiqamətlərində hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Bu ərazilərdə gecə temperaturunun təxminən 11-dən 16 dərəcəyədək, gündüz isə 21-dən 26 dərəcəyədək isti olacağı gözlənilir. Dağlıq ərazilərdə havanın daha sərin olması xüsusilə səhər və axşam saatlarında hiss ediləcək.